Hakimlər arxada jestləri işləyirlər və həmişə onların yanında oldu. Bugün kənardan onları izləmək çox maraqlıdır. Əslində kənardan baxanda jestləri etmək çox asan görünsə də, biz bunu burada məşq zamanı nə qədər mükəmməl etsək də, tatamidə həyəcan, döyüşün adrenalini, bütün bunları üstələyərək bizim hərəkətləri düzgün etməyimizin bəzən qarşısını alır, hətta 20% mükəmməlliyyətçiliyimizi salır. Buna görə də bizim üçün seminarlar təşkil edilir ki, biz həmin seminarlarda o qədər praktika edək ki, yarışda nə qədər stresli olsaq da hərəkətlərin düzgün hizada olunmasını itirməyək. Seminarda təkcə beynəlxalq hakimlərlə yanaşı milli hakimlərimiz də var və onlar da yavaş-yavaş təcrübə toplayırlar ki, gələcəkdə beynəlxalq dərəcəli hakim olsunlar.